Yer kürəsində su çox böyük sahəni əhatə edir. Alimlərin hesablamalarına görə yer səthinin təxminən 71% su ilə örtülüdür. Bu suyun böyük hissəsi okean və dənizlərdə yerləşir. Təxminən 97% duzlu su, yalnız 3% şirin sudur. Şirin suyun da çox hissəsi buzlaqlarda və yeraltı sularda olur. Ona görə istifadə edə biləcəyimiz su miqdarı əslində çox azdır. Su insanlar üçün həyati əhəmiyyət daşıyır və bir çox sahələrdə istifadə olunur. Biz sudan içməli su kimi kənd təsərrüfatında, sənayedə, enerji istehsalında, məişətdə və digər yerlərdə sudan istifadə edirik. Dediyimiz kimi sənayedə biz suyu fabrik və zavodların müxtəlif enerji proseslərində istifadə edilməsindən, enerji istehsalında isə su elektrik stansiyalarından enerji əldə edilməsində, məişətdə yemək bişirmək, təmizlik və gigiyena üçün istifadə olunur. Su heyvanlar üçün də həyati əhəmiyyətə malikdir. Bir çox heyvan növləri birbaşa suda yaşayır. Məsələn, balinalar, delfinlər, meduzalar və müxtəlif su canlıları həyatlarını tamamilə suda keçirirlər. Digər heyvanlar isə quruda yaşasalar da suya ehtiyac duyurlar. Quşlar su içir və bəziləri suda üzür, məməlilər su içərək orqanizmlərin fəaliyyətini davam etdirirlər. Bəzi heyvanlar həm suda, həm də quruda yaşaya bilirlər. Su heyvanlar üçün yalnız içmək üçün deyil, həm də yaşayış mühiti və qida mənbəyi kimi vacibdir. Suda yaşayan bitkilər və mikroorqanizmlər çox heyvanın qidasını təşkil edir. Buzlaqlar çox böyük buz kütlələridir və əsasən qütb bölgələrində və yüksək dağlarda yerləşirlər. Dünyadakı şirin su ehtiyatlarının böyük hissəsi məhz buzlaqlarda saxlanılır. Buzlaqların təbiətdə çox böyük mühüm rolu var. Şirin su ehtiyatları yaradırlar, çayların və göllərin su ilə təmin olunmasında kömək edirlər, yer kürəsinin temperaturunun tənzimlənməsinə təsir edirlər, bir çox heyvan növü üçün yaşayış mühiti yaradırlar. Lakin son illərdə qlobal istiləşmə səbəbindən buzlaqlar sürətlə əriməyə başlayır, bu isə dəniz səviyyəsinin yüksəlməsinə və iqlim dəyişikliklərinə səbəb ola bilər. Su çirklənməsi dünyada ciddi ekoloji problemlərdən biridir. İnsan fəaliyyəti nəticəsində çaylar, göllər və dənizlər çirklənir. Suyun çirklənməsinin əsas səbəbləri bunlardır. Zavod və fabrik tullantıları, məişət tullantıları və plastiklər, kənd təsərrüfatında istifadə olunan kimyəvi maddələr, neft və zərərli digər maddələrin suya qarışması. Çirkli su həm insan sağlamlığı, həm də heyvanlar və bitkilər üçün təhlükəlidir. Su çirkləndikdə suda yaşayan canlılar məhv ola bilər və içməli su ehtiyatları azalır. Buna görə də suyun qorunması çox vacibdir. İnsanlar suyu qənaətlə istifadə etməli, tullantıları düzgün idarə etməli və təbiəti qorumağa çalışmalıdırlar.